ailəsi, uşağı, nə bilim, özünün şəxsi biznesi, işi gücü özünə qəsd edib, yəni asıb özünü bu insan. Yəni bu boyda maarifləndirici biz çəkilişlər eləyirik. Siz necə yəni dərk eləmirsiniz ki, mən videolar bölüşür, altında yazırlar ki, hə mən belə oynamağı bacarıram, beləyəm, eləyəm, nə bilim, istəyirsiniz kod verim sizə, girin, tutuzdurun. Hələ də bunlar cəmiyyətin bu mən başa açmıram, yəni dərk eləmirsiniz ki, bu qumarın sonuna ilə. Bu qumar narkomandan, alkoqolikdən betər bir şeydir. Hal-hazırda bizim cəmiyyətdə yeni yayılıb deyənə, bunlar bir balaca sualtı gedirlər. Amma mümkün deyildi, gəlib bunun dirənən yeri var da. Deyən insan hər bir şey ola dirənir, yəni psixoloji görüb ki, bunun çıxış yolu yoxdur. Çıxış yolunu nədə tapıb? Özünü asmaqda. Götürüb insan cavan yaşında, ailə, uşaq qaldı getdi. Nəyə görə? Hansı knopkaya bu cavab ala bu işdir. Valideynlərin, sənin əzizlərin, sənin yaxınların salırsan sən elə bir çıxılmaz vəziyyətə ki, özünlə bərabər elə bir summaların altına girirsən ki, yəni o büdcəni, o summanın altından çıxmaq valideyn üçün, yəni özün üçün bizə nə deməkdir bu? Ona görə də nə olur? Yəni axırda görürük sonu yoxdur. Sonu nədir? Nə ip, nə sabun çəkir ipə asır özün. Bax bununla da nəticələnir.